Hamıya salam. Bugün en Yeter lan yeter! Yeter! gülməli və mənasız, biraz da qəribə şəkillərə baxacağıq. Əgər davamını istəyirsinizsə, videoya like atıb aşağıdan kanalımıza abunə olmağı unutmayın. Getdi, xoş izləmələr. Girişdə biraz enerjili oldum. Enerjimizi pozan şeylər olmasa, məsəl üçün bu tip şəkillər olmasa, qıza baxın bir dənə müəlliməyə elə baxır ki, bu şəkli çəkəni tutub bilsən nə ediblər indi. Daha demək istəmirəm. Hal-hazırda şəkil trenddədir. Bir dənə Google-da yazan kimi gülməli şəkillər axtarışda birinci bu şəkil çıxdı. Buna görə də bu şəklə birinci reaksiya verdim. Nə bilmən, nəysə. Gördüyüm ən mənasız şəkildir. Stulu yoxdur yəqin ki əyləşməyə. Bu nədir? Uşağın arxasında güya qayadır, o kimsə var güya. Qara ayaqqabılı, qara şalvarlı insandır da, nə olub ki güya burada. Uşaq hündürdə dayanıb deyənə, uşağın arxasındakı insan biraz aralı düşüb deyənə boyu uşağı keçmir. Yəni görünmür. Biraz uzaqda dayanıb uşaqdan. Buna görə də görünmür yəni. Qoqoş sən nə etmək istəyirsən? Yer tapmayıb yatmağa deyəsən. Qaqaş indidən özünü bankalayıb. Ay, yenə mənasız bir şəkil. Ay da nə edə bilərik ki, bu şəkillər qabağımıza çıxmaz. Google-da belə şeyləri paylaşmağa da icazə verirlər. Necə baxırlar həsrətlə. Oğlan deyəsən başqa yerə baxır. Nə görüblər görəsən orada. İt qabaqlarından keçdiyinə görə peşman olub 100%. Temadılar ya. Bu bitkidir belə, nə deyə bu? O maşındakı Hindistan taksilər var kinolarda falan görmüsünüz yəni. O deyə ilk dəfə görürəm. Sizcə nə ola bilər? Şərhlərdə öz fikrinizi bildirməyi unutmayın. Amma şəkil çəkmək üçün yaxşı yer bənzəyir. Yorulmaz adam burada. Gəz özün üçün nə qədər istəyirsən. Oydu, çox hündür deyə. Aşağı ilə duman falan da görünmür. Bu nədir Allah? Bu indi deyəcəklər effektdir, bu effekt deyil, bu həqiqətən də belədir. Ha, vaxtın olanda sifət fıqır. Ha, bu nədir? Hə? O qəşəng deyir məncə. Bu ayağı oldu deyəsən sağdakı. Bunun üçün də beyin lazımdır deyə. Bu nə heyvandır belə? Meymun minib yoxsa meymunla altdakı heyvanın birləşiyi əmələ gəlib. Çindir, Koreyadır, Yaponiyadır, haradır buraya? Hə, necə də baxırlar uşaqlar. Oy, gördüyüm ən super şəkil bu ola bilər. Bura haradır belə? Çox qəribə yer bənzəyir. Azərbaycan olmaz məncə. O ilk səfərində elə bildim əsl siçandır. Ayaqqabıdır sən demə. Ayaqqabı yox, evin içində geyinib gəzirlər. Mən belə eşitmişəm. Damaşnik deyirlər də. Yəni ev ayaqqabısı, ev şəbti. Əsl elə bildim siçandır. Bunu da hazırlayan qəşəng hazırlayıb. Belə fikirləşib yəni. Adam ayaqlarını bir dənə isti saxlayar bu. Siçan nəslindən deyəsən. Çox təmiz bir heyvana bənzəyir, yoxsa kamera təmiz çəkib. Nə şirindir bu, gözlərinə baxın bir dənə. ChatGPT-yə yazacağam bu haqda bu heyvan haqqında bizə məlumat versin. Bu nə heyvandır yazacağam, şəklini atacağam birinci. Bunu səliqəli yazıram, görürsüz. Oxunmuş belə olur da. Bu gördüyün heyvan ağ tüklü deyil. Bu qış tükündə olan ağ qrovuldur bu. Yayda bunların kürkü qəhvəyi olur. Qışda isə qar örtüyünə uyğunlaşmaq üçün qar kimi ağ rəng alır. Onda çox maraqlı bir heyvan olar məncə. İnə ilə dost olan adam ilk dəfə görürəm. Qabağını necə görür? Bu açıqını da necə taxıb bir gəki qabağını falan görür. Bu tük burdan çıxıb yuxarı eləyib yoxsa qıraqlardan eləyib yuxarı belə? Nəsə anlamadım bunu mən. Keçək. Ha, filin qulaqlarına baxın bir dənə. Bunu kimsə əllə falan çəkib yəni ki. Ya da montaj falandır. Süni intellekt falan doldu bir dənə. Buna nə ad vermiyorlar? Kəpəfil. Kəpənə ilə filin qatışığı. Bunu başlayırlar. Yaxşı deyil yenə. Əl işidir bu da. Bayaqki şəkillərdən yaxşıdır. O birinci baxdığımız şəkil var idi ya. O hələ də yadımdan çıxmıyor mənim. Yazıq uşağa ağlayır deyəsən uşağa. Bir şəklə görə yazıq uşağı görün nə günə qoyublar. Ay, nə şirindir bu. Bu adamla meymun qarışıqdır deyəsən. Ağzı, burnu pis olsa da saçları bir də gözləri yaxşıdır məndə. Hələ köynəyə də geyindiriblər. Qayadır bu belə. Bu tip bir fotoya baxdıqda əsl möcüzədir yəni. İnsanlar da hazırlaya bilər məncə bunları. Ətrafda bir dənə də qaya yoxdur ya. Bax bir dənə bulardı. Bu 5 dənə barmaq. Zürafəni minib. Bu da ilk dəfə görürəm. İtin dalıyca ördəklər niyə düşsün ki? Ördək də deyirsən ördək balasıdır. Bir də çimməyə gedirlər. Evin görünüşü çox superdir. Yəni əsl mənzərəli bir evdir. Bu nə vaxtsa çökəcək? Bəlkə də çöküb. Allah uzaq eləsin. Özümə bu tip ev heç arzulamıram. Yəni suyun içində.
Qorxa-qorxa yaşayır adam. Gecə yatmaz ki, nə vaxtsa ev yıxılacaq. Adanın ortasında ev. Bu yaxşı deyə məncə bunun təhlükəsi az olar. Burada yaşayaram. Bu nə də ola bilər? Güclü montaj olunub burada. Belə şeylərə inanmaq istəmirəm. Yəni inanmıram. Amma nəysə, montaja görə əziyyət çəkiblər. Evi çörəyə bənzədiblər. Günah da, günah da. Buna hərəkət eləyirsiniz. Nəsə qeyri-adi yaratmaq istəyiblər, amma nəysə. A bu kukla deyəsən, pişik kukladır. İçini ona keçiriblər. Nəysə, bundan baş aça bilmədim mən. Pişik nə eləmək istəyir? Tikanıb batmayan yerdə çəkiblər şəkli. Uzağında uşaq olan şəxs belə dayanıb, uşaq itə maraqlı gəlib. İt də gəlib belə çiyin tərəfdən baxır uşağa. Görürsüz necə bilirəm? Uydo, bu nə la? Siz benim nasıl Ağın çıxarmayaq. Telefon sönmür deyə. Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Həmişə videonu sonlandıranda yoruluram, nədənsə bilmirəm. Sağollaşmağı bacarmıram. Yəni də sağ olun, özünüzdən müğayət olun. Gələn videolarda görüşmək ümidi ilə. Sevilirsiniz. Hər videonun sonundakı kimi.